Dəfələrlə müalicə almasına baxmayaraq sağalmayan pasientlərə, ağrısı əzələ spazmına bağlı olan pasientlərə və anal çatla birlikdə digər ağırlaşmış xəstəlikləri olan, ancaq əməliyyat oluna bilməyən pasientlərə botoks tövsiyə olunur. Anal botoks proseduru əməliyyat deyil, amma əməliyyatı əvəz edir. Anal botoks anusda daxili sfinkter əzələsinin spazmını götürmək üçün istifadə olunan müalicə üsuludur. Botoks proseduru ambulator şəraitdə tam ağrısız şəkildə həyata keçirilir. Bunun üçün əməliyyatxanaya və anesteziyaya ehtiyac yoxdur. Botoksun effekti ilk 3-7 gün ərzində başlayır və 6 ay ərzində davam edir. Bu müddət ərzində pasientlər düzgün qidalansa və tualet vərdişlərinə fikir versə, sağalma daha rahat, tez bir şəkildə olur və təkrarlanma ehtimalı azalır. Prosedurdan sonra xəstənin klinikada qalmağına ehtiyac yoxdur. Botoks istifadəsi zamanı anal spazm götürülür, qan dövranı yaxşılaşır və çatın sağalması tezləşir.